Azərbaycan ərazisində ibtidai icma quruluşu. İbtidai icma quruluşunun mərhələləri. Bəşər cəmiyyətinin ilk inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşu ilk insanların yaranması ilə başlanmış, uzun inkişaf yolu keçməklə ayrı-ayrı ərazilərdə müxtəlif dövrlərə qədər davam etmişdir. Arxeologiya elminə görə ibtidai icma quruluşu şərti olaraq 3 dövrə bölünür. Daş dövrü, tunç dövrü və dəmir dövrü. Daş dövrü 3 mərhələyə bölünür. Paleolit, qədim daş dövrü deməkdir. Mezolit, orta daş dövrü deməkdir. Neolit, yeni daş dövrü deməkdir. Eneolit daş dövrünün sonu, metal dövrünün başlanğıcı hesab olunur. Eneolit mis daş dövrü deməkdir. Tunç dövrü də öz növbəsində 3 mərhələyə bölünür. Erkən tunç, orta tunç və son tunç. Azərbaycanda ilk insan sürüləri 1.5 milyon il bundan əvvəl meydana gəlmişdir. Qədim insanların daş dövründə yaşadıkları düşərgələr Qarabağda Azıq, Tağlar, Kəlbəcərdə Zar, Naxçıvanda Qazma, Qazaxda Daşsalaqlı, Damcılı, Lirikdə Buzeyir mağaralarıdır. Azərbaycanda hələ qədim dövrlərdən ibtidai insanların məskən salmasına səbəb şirin su qaynaqlarının, bitki və heyvanat aləminin zənginliyi, təbii mağaraların olması idi. Alt paleolit. İlk insan tipinin yaranmasından 100 min il bundan əvvəlki dövrə qədər davam etmişdir. Bu dövr insanların həyat tərzi Qarabağın Quruçay vadisində, Füzuli şəhəri yaxınlığında yerləşən Azıq mağarasından əldə edilən materiallar əsasında öyrənilmişdir. Bu dövrə aid olanlar. Bacarıqlı insanın yaranması. Daşdan əmək aləti hazırlamaq, oddan istifadə, sonralar nitqin yaranması insanları heyvanlar aləmindən ayıran əsas amillər oldu. İlk insan sadə işlər görə əmək alətləri hazırlaya bilirdi. Buna görə də ilk insanı bacarıqlı insan adlandırırdılar. 2 ayaq üzərində hərəkət edə bilirdi. Beyinləri nisbətən inkişaf etmişdi. Ən qədim insan müasir insandan fərqli olaraq xeyli qabağa əyilməklə 2 pəncə üzərində yeriyirdi, danışa bilmir, qırıq-qırıq səslər çıxarırdı. İlk əmək alətləri sivri daş, yerqazan çubuq və dəyənək idi. İnsanların ilk məşğuliyyəti olan yığıcılıq və ovçuluğun yaranması, ulu icmanın yaranması, körtəbii şəkildə təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. İbtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qəbilə icması formalaşana dək davam etmişdir. Təbii oddan istifadə olunmuşdur. Qədim insanların oddan istifadə etməsi onların həyatında çox mühüm hadisə olmuşdur. Bu od ildırım çaxması və ya üzüm maddələrinin öz-özünə yanması nəticəsində əmələ gəlmişdir. Sadə incəsənət meydana gəlmişdir. Bunu buynuzdan yonulmuş heykəllər, sümük üzərində təsvirlər və mağara rəsmləri sübut edir. Dünyanın 4-cü tapıntısı olan Azıq mağarası Qarabağda Füzulidə Tuğ kəndində yerləşir. Azıq sözünün mənası türkcə ayı mənasını verir. 1968-ci ildə alim Hüseynov tərəfindən tapılmışdır. Dünyanın 4-cü tapıntısı olan insanın alt çənə sümüyünə əsasən Azıxantrop adlandırılan insanın 350-400 min il əvvəl yaşadığı müəyyənləşdirilmişdir. Bu çənə sümüyü Azərbaycanın qədim insanın formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. Qazıntılar zamanı tapılmış köbut daş əmək alətləri adi çay daşlarından hazırlanmışdır. Tikili qalıqları qədim insanların tədricən tikinti vərdişlərinə yiyələnməsini göstərir. Qazıntılar zamanı həmçinin nəsli kəsilmiş heyvan sümükləri, ayı kəlləsi və onun üzərində işarələr və 700 min il yaşı olan ocaq izləri tapılmışdır. Ocaqdan isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə edirdilər. Əmək alətləri əsasən çaxmaq daşı, bazalt və obsidiyandan hazırlanmışdır. Çünki bu daşlar asanlıqla parçalanır, parçalanarkən iti yanlıqlar əmələ gətirirdilər. Bu dövrün sonunda daş nüvədən qoparılmış qəlpələrdən dişli, ucu oymalı, qaşov tipli alətlər, kəsicilər hazırlanmışdır. Orta paleolit. Təxminən 100 min il bundan əvvəl başlamış və eradan əvvəl 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustiye mədəniyyəti dövrü də adlanır. Mustiye Fransada yer adıdır. Orta paleolit əmək alətləri ilk dəfə buradan tapılmışdır. Bu dövrə aid olanlar. Tağlar, qazma, damcılı düşərgələri. Yeni insan tipi neandertal yarandı. Axirət dünyasına inam yaranmışdı. Ofsun, heyvanlara, təbiət qüvvələrə inamla bağlı dini təsvirlər genişlənməyə başlamışdı. Azərbaycan ərazisində yaşayan qədim insanlar daha geniş əraziyə yayılmış, Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskunut almışlar. İnsanlar əsasən ovçuluq və yem toplama ilə məşğul olmuşlar. Ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır. Üst paleolit. Təxminən 40 min il bundan əvvəl başlamış və eramızdan əvvəl 12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə baş vermiş hadisələr. İqlim mülayimləşmişdir. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrində daha çox rast gəlinmişdir. Bir sıra heyvanların, xüsusilə nəhəng maralı mağara ayısının nəsli kəsilmişdir.
Qaşovlar, biz, gəzli və üçbucaq əmək alətləri geniş yayılmışdır. Müasir insan tipinin, yəni ağıllı insanın Homo sapiensin yaranması başa çatmışdır. Ağıllı insan beyni bacarıqlı insanın beynindən 2 dəfə böyük idi. O boyca hündür, düz qamətli idi. Şuura, rabitəli nitqə malik idi. Ağacların iri gövdələrini kəsir, bir-birinə bağlayır, sal düzəldirdi. Daha qalın gövdələrin içinə ovur, qayıq hazırlayırdı. Təfəkkür və nitq inkişaf etmişdi. Əmək fəaliyyətinin artması, şuurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdur. Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, təsərrüfat həyatı ilə bağlı tək-tək sadə ifadələrdən ibarət olmuşdur. Ulu icmanı qəbilə icması əvəz etmişdir. Onun əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi. Buna nəsli qəbilə quruluşu da deyilirdi. Qəbilə icmasının tərkibi daimi, mütəşəkkil olurdu və dağılmırdı. Qəbilənin ən hörmətli üzvləri ağsaqqallar idi. Ağsaqqallar əmək alətlərinin hazırlanmasına, qidanın əldə edilməsinə və bölüşdürülməsinə, gənclərə ovçuluğun öyrədilməsi işlərinə başçılıq edirdilər. Nəsli qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdilər. Buna görə də qəbilə icmasının bu mərhələsi ana xaqanlığı adlanır. Qadınlar uşaqların qayğısına qalır, giləmeyvə və yabanı bitkilər toplayır, odu qoruyurdu. Ağıllı adamları bir-birinə bağlayan əsas amillər: yırtıcı heyvanlardan qorunmaq, qida əldə etmək, ümumi ocaq, birgə əmək, rabitəli nitq. Mezolit dövrü eramızdan əvvəl 12-ci minillikdən eramızdan əvvəl 8-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə baş vermiş hadisələr. Azərbaycanda mezolit dövrü Qobustan və damcılı düşərgələri əsasında öyrənilmişdir. Qəbilə icmasının da inkişafında yeni dövr başlanır. İnsanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar. Ox və kaman ixtira edilmişdir. Bu silahın köməkliyi ilə insanlar heyvanları uzaq məsafədən ovlamağa başladılar. Qida ehtiyatı artdı. Ovçuluq ön planı keçmişdir. İbtidai heyvandarlığın əsası qoyuldu. Heyvanlar əhləşdirilməyə başlandı. İlkin ibtidai əkinçiliyin əsası qoyuldu. Torpağı toxa adlanan alətlə şumladıqları üçün belə adlanırdı. Əsasən qadınlar məşğul olurdular. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Yığıcılıqdan əkinçilik, ovçuluqdan maldarlıq yarandı. Yeni insanlar təbiətdən hazır məhsulları istifadə etmir, özləri əkir, yaxud da mal heyvan saxlayaraq istədiklərini istehsal edirdilər. Azərbaycanda mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri əsasında öyrənilmişdir. Burada insanlar eramızdan əvvəl 12-ci minillikdən yaşamışlar. Onlar ovçuluq, balıqçılıq və yığıcılıqla məşğul olmuşlar. Buradan çaxmaq daşı və sümükdən hazırlanmış əmək alətləri tapılmışdır. Qazax rayonunda Damcılı mağarasında mezolit dövrünə aid mikrolit alətlər tapılmışdır. İbtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayalarında qadın və müxtəlif heyvan əsimləri bunu sübut edir. Bu dövrdə insanlar axirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoymuşlar. Qobustanda qəbillərin birindən belə əşyalar tapılmışdır. Neolit dövrü Eradan əvvəl 7-ci minillikdən başlamış və eradan əvvəl 6-cı minilliyə qədər davam etmişdir. Bu dövrdə baş vermiş hadisələr: istehsal təsərrüfatının formalaşması başa çatmışdır, əsas məşğuliyyət maldarlıq və əkinçilik olmuşdur. Bu dövrdə insanlar saxsı qablar hazırlamış, daş alətlər cılamağı və deşməyi öyrənmiş, toxuculuqla məşğul olmuşlar. Bəşər tarixindəki bu yeniliklər Neolit inqilabı adlandırılmışdır. Əhali oturaq həyata keçmiş, əkinçilik və maldarlıqla yanaşı ovçuluqla, balıqçılıqla məşğul olmuşdur. Əmək alətləri əsasən çaxmaq daşından və obsidiyandan hazırlanırdı. Neolit dövrü abidələrinin Naxçıvanda, Gəncə ətrafında, Təbriz yaxınlığında, Qobustanda, Qazax bölgəsində rast gəlinmişdir. Əsas əmək alətləri daş toxalar, oraq dişləri, çəkic, balta və lövhələrdən ibarət olmuşdur. Gəncə yaxınlığındakı Neolit düşərgəsinin əmək alətləri müxtəlifliyi ilə seçilir. Eneolit dövrü Daş dövrünün sonu metal əsrinin başlanğıcı hesab edilir. Bizim eradan əvvəl 6-cı, eradan əvvəl 4-cü minillikləri əhatə edir. Bu dövrdə olmuşdur. İlk metal mis əldə edilmiş, misdən hazırlanmış əmək alətlərdən istifadə edilmişdir. Lakin mis alətlər geniş yayılmamış, daş alətlər təsərrüfatda məişətdə üstün yer tutmuşdur. Azərbaycanda əhali artmış və daha geniş ərazilərdə məskunlaşmışlar. Azərbaycanda bu dövrün yaşayış məskənləri Gəncə, Qazax, Mil Qarabağ, Muğan, Naxçıvan bölgələrində, Urmiya gölü ətrafında və Təbriz yaxınlığında tədqiq edilmişdir. Yaşayış məskənləri çay kənarında, çiy kərpiç və möhrədən dairəvi planda inşa olunmuşdur. Evlər kiçik həcmdə olmuş, belə evlərdə qoşa nikahlı ailələr yaşamışlar. Toxa əkinçiliyi ifadəsi meydana gəlmişdir. Taxıl, daş lövhələrdən hazırlanmış oraqla biçilir, iri saxsı küplərdə və quyu anbarlarda saxlanılırdı.
Bizə məlum olan ev heyvanlarının demək olar ki, hamısı əhliləşdirilmişdir. Eradan əvvəl 5-ci minilliyin axırlarında Azərbaycanda ilk dəfə atın əhliləşdirilməsinə başlanmışdır. Cəlilabad rayonunda qədim Ərköməkdəbə yaşayış yerinə əhliləşdirilmiş at sümükləri tapılmışdır. Ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdir. Əhalinin məşğuliyyətində sənətkarlıq mühüm yer tutmuşdur. Bu dövr abidələrindən tapılmış iyuculuqları əhalinin toxuculuqla məşğul olduğunu göstərir. Mədəniyyət abidələri arasında qadın heykəlləri tapılmışdır. Qadın nəslin yaradıcısı, qəbilə və ailə ocağını qoruyub saxlayan bərəkət, əmin-amanlıq və firamanlıq yaradan müqəddəs varlıq hesab edilmişdir. Qəbilədə qadınların mövqeyi getdikcə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları mühüm rol oynayırdı. Ölülər yaşayış məskənində, binaların arasında və evlərin içərisində bastırılırdı. Ölülərin üzərinə qan rəmzi sayılan qırmızı boya çəkilir və yaxud oxra çəpirdilər. Azərbaycanda tunc və dəmir dövrləri. Tunc isə müxtəlif qatışıqlar əlavə etməklə alınırdı. Tunc dövrü 3 mərhələyə bölünür. Erkən tunc, orta tunc və son tunc. Erkən tunc dövrü bizim eradan əvvəl 4-cü minilliyin ikinci yarısından eramızdan əvvəl 3-cü minilliyin sonuna qədər davam etmişdir. Bu dövr Azərbaycanda Küraraz mədəniyyəti dövrü kimi də tanınır. Erkən tunc dövründə olmuşdur. Bu dövrdə ana xaqanlığı ata xaqanlığı ilə əvəz olunmuşdur. Buna səbəb ağır zəhmət tələb edən işlərin irəli keçməsi idi. Əmlak bərabərsizliyi və sosial bərabərsizlik yaranmışdır. Düzən ərazidə yaşayan əhali dağətəyi və dağlıq zonalarda da məskən salmışlar. Yaşayış evləri dairəvi planda olur, bünövrəti daşdan, divarları çiy kərpicdən tikilirdi. Dini ayinlərin icrası üçün ibadətgahlar tikilmişdir. Belə ibadətgahlar Xaçmazda Çərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda Külpütəpə yaşayış yerləridir. Birinci böyük ictimai əmək bölgüsü meydana gəlmiş, yəni əkinçilik maldarlıqdan ayrılmışdır. Əkinçilər də maldarlar arasında mübadilə yarandı. Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz edilmiş, suni suvarma yaranmış, şumlama zamanı qoşqu heyvanlardan istifadə edilmiş, əkin sahələri daha da genişləndirilmişdir. Davarların sayının artması, artdan istifadə nəticəsində maldarlığın yeni sahəsinin, köçmə maldarlığın yenidən gəlməsinə səbəb olmuşdur. Maldar tayfalar əkinçilərə nisbətən daha tez varlanmışlar. Suni suvarma sistemi yaranmışdır. Ölülər yaşayış məskənindən kənarda dəfn edilmiş, bəzi qəbirlərin üzərində kurqanlar qurulmuşdur. Ölü yandırma və kollektiv dəfn etmə adəti meydana gəlmişdir. Kişilərdən ibarət döyüşçü dəstələri təşkil olunur və onlardan hərbi başçı seçilirdi. Bir neçə qohum qəbiləni birləşdirən tayfalar yarandı. Tayfada insanlar eyni dilə və adətə malik idilər. Tayfa ağsaqqallar tərəfindən idarə olunurdu. Ağsaqqallar ov və əkin yerlərini qəbilələr arasında bölür, mübahisəli məsələləri həll edirdilər. Vacib məsələlərə tayfa ağsaqqallarının birgə yığıncağında baxılırdı. Bu dövrün əhalisi sənətkarlığın duluzçuluq, metal işləmə, toxuculuq kimi sahələri ilə məşğul olmuşlar. Orta tunc dövrü bizim eradan əvvəl 3-cü minilliyin sonundan eramızdan əvvəl 2-ci minilliyin ortalarına qədər davam etmişdir. Bu dövrdə ikinci ictimai əmək bölgüsü baş vermişdir. Yəni sənətkarlıq müstəqil sahəyə çevrilərək əkinçilikdən ayrılmışdır. Naxçıvan yaxınlığında 2-ci Kültəpədən duluzçuluq məhəlləsi və duluz sobaları tapılmışdır. Bu tapıntı sənətkarlığın müstəqil sahəyə çevrildiyini sübut edir. Saxsı qablar müxtəlif naxışlarda bəzədilmiş, bu məqsədlə müxtəlif rəngli boyalardan istifadə olunmuşdur. Boyalı qablar mədəniyyəti yaranmışdır. Azərbaycan boyalı qablar mədəniyyəti ilə yaxın şəkli tanınmağa başladı. Ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahələri idi. Ovçuluqda sapand və tələdənddə istifadə edilmişdir. Qəbilə və tayfalar böyük tayfa ittifaqlarında birləşmişlər. Tayfalar arası ticarətin artmasına şərait yaranmışdır. Yeni təsərrüfat sahələri, üzümçülük, şərabçılıq, bağçılıq və bostançılıq meydana gəldi. Filiz çıxarma genişləndi. Naxçıvan və Urmiya bölgəsində bəzi yaşayış məskənləri qədim şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdi. İlkin şəhər mərkəzləri yaranmışdı. Bunlardan qədim Naxçıvanı, Naxçıvandakı 2-ci Kültəpəni, Oğlan qalanı, Urmiya sahilindəki Göytəpəni, Qarabağdakı Üzərlik təpəni göstərmək olar. Son tunc erkən dəvr dövrü bizim eradan əvvəl 2-ci minilliyin sonu və eradan əvvəl 1-ci minilliyin əvvəllərini əhatə edir. Son tunc eradan əvvəl 14, eradan əvvəl 12-ci əsrləri əhatə edir. Erkən dəmir dövrü eradan əvvəl 11 və bizim eradan əvvəl 8-ci əsrləri əhatə edir. Eradan əvvəl 7-ci əsrdən dəmirdən geniş istifadə olunmuşdur. Bu dövrə aid olanlar ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə olunurdu. Sənətkarların arasından tacirlər qrupunun ayrılması. Suni suvarma şəbəkəsinin genişlənməsi sayəsində bağçılıq və bostançılıq inkişaf etmişdir. Yarımköçəri yaylaq maldarlığının ön plana keçməsi.
At, minik və qoşqu vasitəsi kimi insanların həyatında böyük rol oynadığı üçün ona sitayiş ayini meydana gəldi. Siklopik tikillər inkişaf etmişdir. Bu tikillər eradan əvvəl 2-ci minilliyin axırında Azərbaycanda memarlıq sənətinin yüksək inkişaf etdiyini sübut edir. Binaların bünövrəsi çay daşları və ya qaya parçalarından qoyulur, divarları çiy kərpicdən hörülürdü. Dəvədən minik vasitəsi kimi və yük daşınmasında istifadə olunurdu. Taxıl ehtiyatlarını iri küplərdə və quyularda saxlayırdılar. Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini və hərbi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləşdirilməsinə çıxarırdı. Belə tayfa başçıları öləndən sonra onların xatirəsini əbədiləşdirmək üçün kurqanlar ucaldılırdı. Bəzən tayfa başçısının arvadını, kənizini, qulluqçularını və sahibi ilə birlikdə atlarını da bastırırdılar. Bu dövrün dini etiqadları və mərasimləri içərisində oda sitayı, suya, dağa, meşələrə, müxtəlif ağac növlərinə və heyvanlara inam da geniş yer tuturdu. Səma cisimlərinə, yəni aya, ulduza, günəşə İran dərin kök salmışdı. Dəmir dövründə Azərbaycan Assuriya ilə geniş ticarət əlaqələri saxlayırdı. Azərbaycanın müxtəlif abidələrindən Assuriyada istehsal olunmuş şirli gilqablar, möhürlər, silahlar, bəzək şeyləri tapılmışdı. Onlardan biri də Xocalda tapılan, üzərində mix xətlə Assuriya padşahı Adad-Nirari adı yazılmış muncuqdur. Ön Asiya və yaxın şərq ölkələri ilə quru və su yollar vasitəsilə ticarət əlaqələri aparılırdı. Su yolları ilə ticarət əlaqələrini Qobustan qayaları üzərində həkk edilmiş müxtəlif tipli gəmi təsvirləri əyani sübut edir. Tunc dövründə əmək alətlərinin təkmilləşdirilməsi və əmək məhsullarının artması nəticəsində qəbilə icması qonşu icması ilə əvəz olundu. Qonşuluq icmasının üzvləri icmaçı kəndlər adlanırdı. Qonşuluq icmasında torpaq, meşə, otlaq, çaylar bütün icmaya məxsus idi. Qəbilə icmasından fərqli olaraq qonşuluq icmasında hər bir ailənin ayrıca təsərrüfatı, malqarası, əmək alətləri, əkin payı var idi. Ümumi cəhət isə hər ikisində torpağın icmaya məxsus olması idi. Əhalinin varları və yoxsullara ayrılması prosesi xeyli gücləndi. İbtidai icma quruluşu dağılmağa başladı. İri tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi, cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər eradan əvvəl 2-ci minilliyin axırı, 1-ci minilliyin əvvəllərində Azərbaycanın şimal hissəsində ibtidai icma quruluşunun dağılmasını sürətləndirdi. Lakin bu ərazidə sinifli cəmiyyətin yaranması müəyyən müddət ləngimişdir. Azərbaycanın yaxın şərq ilə sıx əlaqədə olan cənub ərazilərində ilk quldar dövlətlər daha tez yaranmışdır.